Salam dəyərli abituriyentlər, bu gün sizlərlə bərabər 9-cu sinif buraxılış imtahanına düşə biləcək testlərdən ibarət növbəti sınağımızın izahına baxacağıq. Sınaq 4. Deməli, ilk öncə short tekstlərlə başlayırıq. İlk sualda nə deyir? Deyir ki, choose bir dəqiqə qələmi seçim. Eee, choose the wrong statement, yəni ki, yanlış fikri seçməyimizi istəyir. Mətnə baxsaq, do you want to speak Italian like a native? Deyir, bir yerli kimi İtalyanca danışmaq istəyirsən. Lingua Hub offers intensive summer courses for all levels. Lingua Hub deyir, intensiv yay kurslarını, dərslərini təklif eləyir. Kimlər üçün təklif eləyir? For all levels. Yəni bu nə deməkdir? Yəni bütün səviyyədən olan, öyrənmək istəyən insanlar üçün əlçatandır. If you enroll with a friend before June 1st, əgər deyir iyunun 1-dən əvvəl qeydiyyatdan keçsən, both of you will receive a 20% discount. Deməli, hər ikiniz 20% endirim əldə eləyəcəksiniz ümumi qiymət üzərində. İndi variantlara baxaq. Deyir kurslar, the courses are available for beginners and advanced learners. Həm yeni başlayanlar və müəyyən qədər irəliləmiş insanlar üçün əlçatandır. Bu doğrudur. Bizə nə deyirdi? For all levels, yəni bütün leveldən olan şəxslər üçün əlçatandır. Bu doğrudur. Bizə nə deyirdi? Yanlışı seç deyirdi. Ona görə A variantına çıxırıq. You can get a discount if you sign up alone before June. Əgər sən deyir təkcə qeydiyyatdan keçsən, iyundan əvvəl təkcə qeydiyyatdan keçsən, sən endirim əldə edəcəksən. Xeyr. Sən dostunla və yaxud da hər hansı bir şəxslə qeydiyyatdan keçsən, bu zaman endirim əldə edirsən. Bu yanlışdır. Doğru cavabımız B variantıdır. Yəni fikir olaraq yanlış, amma variant olaraq ödəyən cavab B variantıdır. The discount is valid only if you register with another person. Deyir, əgər sən digər bir insanla qeydiyyatdan keçsən, bu endirim sənə aid olacaq. Bu doğrudur. Lingua Hub focuses on teaching the Italian language və İtalyan dilini öyrətməyə fokuslanır. The intensive courses take place during the summer. Yay ayları ərzində intensiv dərslər belə deyim keçirəcək. Bu doğrudur. Baxın, burada deyir ki, intensive summer courses, intensiv belə deyim yay dərsləri. Daha sonra növbəti hissəyə keçid alaq. İkinci sualda nə deyir? Deməli, deyir ki, which question has no answer? Hansı suala cavab yoxdur bu elana görə? Gəlin elanı oxuyaq. Attention, the city library will be closed. Deyir ki, şəhər kitabxanası bağlı olacaq. Nəyə görə bağlı olacaq? For renovation. Bərpaya görə bağlı olacaq. Nə vaxtdan nə vaxta? From Monday, deməli, from Monday, August 5th, avqustun 5-dən, 1-ci gündən, nə vaxta kimi? Until the end of the month. Ayın axırına kimi. Ayın axırında hansı vaxtda açılacağı bizə məlum deyil. Sadəcə deyir ki, ayın axırına kimi bağlı olacaq. Nə deyir? Borrowed books, bu isə borc götürülmüş kitabların qaytarılması ilə bağlıdır ki, borrowed books, yəni borc götürülmüş kitablar Dropbox üzərindən əsas girişdə çöldə yerləşən Dropbox üzərindən istənilən vaxt geri qaytarıla bilər. Bu kitabların qaytarılması yolunu da izah eləyirlər. Görə hansı suala cavab yoxdur? Why is the library closing? Nəyə görə bağlıdır? Təmirə görə bağlıdır. Buna cavab var. Daha sonra when will the library reopen? Nə vaxt yenidən açılacaq? Baxın, bu dəqiq tarixi yoxdur. Sizə nə deyir? Sualı bir də diqqətlə oxuyaq. When will the library reopen exactly? Deyir ki, nə vaxt dəqiq açılacaq? Dəqiq açılma tarixi nə vaxtdır? Dəqiq açılma tarixi var? Xeyr. Sadəcə deyir ayın sonu. Biz ayın sonuna kimi bağlı olacaq. Biz bilmirik ayın 29-na kimi bağlı olacaq, 30-na kimi. Yəni dəqiq bir tarix yoxdur. Ona görə bu suala cavab olmadığı üçün doğru cavab B variantıdır. Digər variantlara baxaq. How can people return their books during this period? Deyir, bu period ərzində insanlar kitablarını necə qaytara bilərlər? Bu sonuncu cümlədə Dropbox üzərindən, əsas girişdə yerləşən Dropbox üzərindən istənilən vaxt geri qaytara biləcəklərini deyirdi. Bu sualın cavabı var. Daha sonra A-nın da cavabı var. D-nin nə deyir? Deyir ki, hansı vaxtda təmir işləri başladı? Hansı vaxtda başlamışdı? Monday, August 5th. Avqustun 5-ci gündən etibarən. Where is the Dropbox located? Harda yerləşir? Bunda cavabı var. Baxın, outside the main entrance. Əsas girişdə, çöldə. Daha sonra deməli, digər suala keçid alım. Digər sualda nə deyir?
Hı. Digər sualda nə deyir? Deyir ki, choose the correct statement. Doğru fikri seç. Doğru, bu mətndə sən doğru fikri seçməliyik. Hi Tom, hey Tom, I can find my science notebook. Deyir mən notebookumu, qeyd dəftərimi tapa bilmirəm. I might, baxın bu sözü diqqət edin, bunu birazdan qeyd edəcəm. I might have left it in your car after our study session yesterday. Deyir, burada baxın diqqət edin, bizim dünənki deyir çalışmamızdan sonra mən yəqin ki, bunu sənin maşınında buraxmışam. Yəni sənin maşınında itirmişəm. Could you please check the back seat? Zəhmət olmasa arxa stolları yoxlaya bilərsən. Let me know if you find it. I need it for tomorrow's exam. Deyir ki, mənə icazə ver axtarmağa. Əgər sən deyir axtarsan, onu mənə ver. I need it. Deyir mənim ona ehtiyacım var for tomorrow's exam. Sabahın deyir imtahanına görə mənim ona ehtiyacım var. Kimin ehtiyacı var? Baxın bu mesajı göndərən şəxsdən söhbət gedir. Tomun imtahanı deyil. Həmçinin Tom itirməyib. Tomdan xahiş olunur. Bu mesajı göndərən Tomdan xahiş edir. Nə deyir A variantı? Tom is looking for his own science notebook. Tom deyir, öz qeyd kitabını axtarırdı. Xeyr, Tom axtarmır. Bu mesajı göndərən axtarır. Desən də, yəni ki, mesajı göndərən. Desən də is sure that the notebook is in the car. Deyir ki, mesajı göndərən əmindir ki, qeyd kitabı maşındadır. Xeyr, emin deyil axı. Deyir ki, I might have left. Ola bilsin ki, mən sənin maşınında düşürmüşəm. Demir dəqiq 100% sənin maşınındadır. Ola bilsin ki. Yəni bu dəqiq deyil. Nə deyir? Deməli bu da yanlışdır. Daha sonra C variantında desən də and Tom studied together the previous day. Bir əvvəlki gün Tom və mesajı göndərən adam birgə çalışmışlar, düzdür. Deyir ki, ola bilər ki, mən sənin maşında buraxmışam. Nə vaxt? After our study session yesterday. Bizim çalışmamızdan sonra. Bu doğrudur. Doğru cavabımız C variantıdır. Tom has an important exam tomorrow. Deyir, Tomun vacib imtahanı var sabah. Xeyr, Tomun imtahanı yoxdur. Mesajı yazanın imtahanı var. The notebook was definitely lost at the library. 100% deyir, yəni definitely, mütləq kitabxanada itirilib. Kitabxanada itirilməklə bağlı bir məlumat yox idi. Ona görə E variantında çıxırıq. Daha sonra mətn bölməmizə keçid alırıq. Deməli, mətndə nədən bəhs olunur? Deyir, əsas yerləri çalışacağam qeyd edeyim. Olimpiada oyunları belə deyim, özünün uzun bir tarixinə malikdir. Bu tarix nə vaxtdan başlayır? Qədim Qrek Yunanıstanda 2700 il əvvələ dayanır tarixi. Bu oyunlar ilk öncə Zevsin şərəfinə keçirilib. Yəni Qrek allahlarının şərəfinə keçirilirdi. İlk başda there was only one event. Sadəcə deyir bir hadisə vardı. Qısa yarışlar, hansı ki state. State isə mərhələdir. Yəni mərhələ adlanan qısa yarışlar vardı. Daha sonra digər sport növləri, wrestling və chariot kimi digər yarış növləri də add olundu, əlavə edildi. However, the ancient games stopped. Deyir, lakin bu oyunlar miladdan öncə 393-cü ildə stop olundu, yəni dayandırıldı. Nə vaxta kimi dayandırılmışdı? 1896-ya kimi. Deyir, it wasn't until o 1896-ya qədər olmadı. Müasir olimpiada oyunları isə deməli fransız bir insanın, fransız bir adamının cəhdləri nəticəsində müasir olimpiada oyunları keçirildi. Adı nə idi? Pierrot idi. Bunun cəhdləri nəticəsində müasir olimpiada oyunları yaradıldı və 1896-ya qədər keçirilmirdi. Və həmin adam inanırdı ki, idman müxtəlif ölkələri, dəqiqə bunu çəkim, müxtəlif ölkələri bir-birinə gətirir və peace, yəni sülh içərisində bir araya gətirir idman oyunları. O buna inanırdı. Yəni buna əsaslanaraq müasir idman oyunlarını yaratmışdı. Today, bugün olimpiyada hər 4 il keçilir və indi yeni addım, belə deyim, növbələşərək həm yay, həm də ki qış oyunları olur. Növbələr var, həm yay, həm qış oyunları arasında və bu oyunların simvolu isə five colorful rings, belə deyim, 5 rəngli üzükdür. Yəni bundan söhbət gedir, bunu çəkim. Bundan nəsə çox da alınmadı sanki. 5 dənə indi bunların rəngləri fərqlidir. Rəngli üzük deyir əsas təmsil eləyir. Deməli əsas təmsil eləyən bu 5 əsas təmsilçisi bu 5 əsas yox da 5
Rəngli daha doğrusu 5 rəngli, çevrələrdir, dairələrdir. Daha sonra bu nəyi göstərir? Five continents, 5 dənə qitənin, dünyanın 5 qitəsini bir arada, dostluqda, yəni sülh içində birləşdirmək üçündür. Yəni bunu simvolizə eləyir, bunu simvolizə eləyir və, qazanana medal verilir. Bu isə ən üstün achievement, ən üstün nailiyyət hesab olunur atletlər üçün. Yəni dünya üzərində atletlər üçün bu ən üstün, nailiyyətdir onu qazanmaq. Daha sonra, deməli, gələk 4-ə. Deməli, deyir ki, true, doğru fikir istəyir. The Olympic Games have always included, winter sports, since ancient times. Qədim vaxtlardan bəri, winter, qış oyunları var idi. Yəni bunu biraz dəqiqə, kiçildiyim, amma məncə mətni görə bilməyəcəyik. Mətni görəndə sualı görə bilməyəcəyik. Nəysə, çalışacağam mətndən göstərim həmin hissələri. Deməli, Olimpiada oyunları deyir həmişə, qış oyunları keçirilib. Ta qədim zamanlardan bəri xeyr, ta qədim zamanlardan bəri deyildi. Gəlin baxaq bir də həmin hissəyə. Burda göstərirəm. Baxın sonlarda yazılıb. Qış oyunları yeni növ olimpiada oyunlarına aid idi. Yəni ta qədimdə bundan bu oyun növündən keçirilmirdi. Bu oyun növü keçirilmirdi. B variantında nə deyir? Bu deyir, ilk bu Piero var idi, yeni olimpiada sistemini yaradan. O ilk dəfə ilk dəfə yarışın qalibi olmuşdu deyir. Amma xeyr, belə bir məlumat yoxdur. A variantı da səhv idi. Məqsədi nə idi? Məqsədi Yunan allahlarının belə deyim, şərəfi üçün idi əsas məqsədi. The original purpose of games was to honor a Greek god. Daha sonra D variantına baxaq deyir. The five rings on the Olympic flag represent the five original sport. Deyir əsas 5 oyunu təmsil edir. Xeyr, 5 dənə qitəni təmsil eləyir. Deyir oyunlar have been held, keçirilir hər 4 il without any breaks deyir heç fasiləsiz. Deməli 4 il keçirilir. 393-dən bəri. Xeyr, bu yanlışdır. Çünki 393-dən yox. Deyir stopped in 393-də deyir dayanmışdı bu oyunlar. Və 1896-ya qədər davam eləməmişdi. Deməli 396-dan bəri baş tutmur. Az öncə nə demişdik? A yanlış idi, B yanlış idi. C-ni saxladıq çünki C doğru fikri bildirirdi. D yanlış idi və 7 yanlışdır çünki 393-dən bəri keçirilmir. Bir dəqiqə 4 ildən bir olmağına da baxaq, bunu da göstərim. Are held every 4 years. Bəli, bu fikir burası doğrudur. Hər 4 ildən bir keçirilir, amma any breaks heç bir fasilə vermədən amma növbələşərək deyirdi axı, bir yayda və bir qışda növbələşərək onsuz da 393 miladdan öncə 393-də olmağı belə deyim də yanlış fikirdir. Doğru cavabımız oldu. C variantı əsas məqsədi ilk əvvəllər çıxanda əsas məqsədi Yunan allahlarının şərəfinə olması idi. Daha sonra 5-ci suala baxırıq. Nə deyir? Why did the Piero deyir, niyə yeni olimpiada oyunlarını yaratmışdı? Səbəbi isə dünya ölkələrini belə deyim, sülh içərisində birləşdirmək idi, bir yerə yığmaq idi. Bu cavab hardadır? C variantında. O ümid eləyirdi ki, o beynəlxalq bir sülh yaradacaq, ölkələri bir araya gətirəcək. 6-da nə deyir? İdeyanın, tekstin ideyası nədir? İdeya burada C variantı olacaq. Niyə? Olimpiada oyunlarından söhbət gedir də. Olimpiada oyunlarının mənşəyi nə vaxt yaranıb? Yəni burada ilk öncə mənşəyindən deyir Qrikdə, Yunanıstanda yaranıb. Daha sonra onun təkamül yolundan söhbət gedir. Bugünkü dünyamızdan da söhbət gedirdi. Yəni ümumiyyətlə belə deyək, olimpiada oyunlarının tarixindən söhbət gedir. Doğru cavab C variantıdır. Necə qızıl medal almaq olar? Belə bir şey yox idi. Construction, qaydalar, bioqrafiyası Pieronun. Xeyr, həmişə deyirəm, əgər bizdən main idea soruşursa, bütün mətndən çıxan fikri yazırıq. Yəni bunlar hər biri bir cümlədə olan fikirlərdir. Heç bu gold medal belə bir fikir yox idi. Yəni doğru cavabımız C variantı oldu. Daha sonra mətndən 7-ci suala baxırıq. In the earliest Olympic Games, olimpiada oyunları ilk əvvəllər 5 adanı birləşdirmirdi. Bu sonrakı dövrə aiddir. Yalnız single running event bunu saxlayaq. C variantına baxaq. Deyir, iştirakçılar gərək 5 dənə halqanı qazanaydılar medal qazanmaq üçün. Xeyr,
Ümumiyyətlə bu, ilk olimpiada oyunlarında belə bir fikir yox idi. Qış idmanları deyir çox populyar idi. Yay oyunlarından xeyr, belə bir fikir yoxdur. Yalnız deyir Piero'ya deyir icazə verilmişdi yarışı təşkil etmək üçün. Xeyr, Piero ümumiyyətlə ilk oyunları təşkil eləyən deyildi. Piero yeni Modern Olympic Games, müasir olimpiada oyunlarını gətirmişdi. Doğru cavabımız oldu B variantı. Gəlin bunu da göstərim. In the beginning there was only one event, a short race called a stage. Bunu az öncə demişdim. Sadəcə qısa bir oyun növü vardı. O da ki, mərhələ adlanırdı. Yəni daha sonra digər oyun növləri əlavə olundu. Daha sonra 8-ci suala baxaq. False statement, yəni yanlış fikri istəyir. Müasir oyunlar başlayır. Nə vaxt başlayır? 19-cu əsrdə bu doğrudur. 1896. Daha sonra olimpiada əsas 4 üzvdən xeyr, 4 il idi. 4 every 4 years 4 il idi. Ringlərin sayı isə 5 idi. 2 yanlışdır. The state was a type of ancient chariot racing. Deyir, state yəni mərhələ və oyunun bir mərhələsidir və deməli chariot qədim chariotun bir növü idi. Belə bir şey yazılmamışdı. Chariot sonradan əlavə olunmuş olan yarış növü idi. Bu verilməmişdi. 3-ü çıxıram. 4-ə baxaq. Today the Olympic Games bu gün deyir olimpiada oyunları keçirilir hər 4 il və qış və deməli ardıcıl olaraq belə deyim, yay və qış oyunları bu 4 doğrudur. 100% doğrudur. Baxın burada yazılıb. Doğru fikrimiz olacaq 1 və 4. Üçü də bildirsə, yəni chariotun bir növü deyildi. Chariot sonradan əlavə olmuşdu. İlk öncə state idi, yəni mərhələli olan. Daha sonra keçirik qrammatika suallarının izahına. Bu arada bu suallar bizim ödənişsiz WhatsApp qruplarımıza atılır. Deməli, ilk öncə başlayırıq 9-cu sualla. 9-cu sualda nə deyir? Cümlədə by gördünüz. By varsa sizdən nə tələb olunur? Passive voice, həmçinin xəbərinə fikir verməliyik. Every varsa indiki sadədir. Sadəni tələb eləyir. V olmaz. Məhsuldursa to be plus past participle to olmalıdır. Daha sonra uzlaşmaya diqqət etməliyik. Deməli, birinci tərəfin uzlaşmasını qoyduq yerinə every. İkinci tərəfimizdə yesterday var. Yesterday ilə deməli didn't, weren't, didn't. Gəl bir dənə tərcüməyə baxaq. Burada bir didn't water aktiv feil görürük, aktiv forma. Bir də weren't görürük, passiv forma. Y variantını da burada çıxırıq. Çünki past participle to deyil. Bu verb ing-dir. Bizə past participle to, yəni ki, verb 3 gəlmə lazımdır. Deməli, ana C-nin arasında qalmışıq. Biri aktiv formadır, biri passiv formadır. Görə indi hansı gəlməlidir? Deyək ki, güllər bağban tərəfindən hər səhər sulanır. Amma dünən yağış səbəbi ilə sulanmadı. Dey deyəndə biz gülləri nəzərdə tuturuq. Baxın, güllər də cəmdədir, dey də cəmi əvəz eləyir. Qadinə isə təkdədir. Təkdə olanı cəmi ilə əvəzləmərik. Deməli, dey nəyi əvəz eləyir? Gülləri əvəz eləyir. Güllər suladı deyərik, yoxsa güllər sulandı deyərik? Güllər sulandı deyərik də. Sulandı nədir? Məhsuldur. Məhsul olacaq C variantı. Did water isə suladıdır. Əgər burada qadinə yazsaydı, nə she yazsaydı, he yazsaydı, olardı didn't water. Amma dey yazıbsa, gülləri burada nəzərdə tutursa, deməli, məhsulluq tələb olunur. Daha sonra definition sualına gəldik. Deməli, match their words to their definition. A variantı ancient, qədim. Qədim olacaq. Baxın, belonging to a very distant past, keçmişə aid. B variantı. Endurance, buradakı durance, bu sözə diqqət yetirin. Durable sözü var, yəni davamlı. Endurance da endurance. Bu söz isə müqavimət deməkdir. Yəni ki, sizin fiziki və mental olaraq nəyəsə uzun bir müddət güc göstərməyinizdir. Olacaq A variantı. Daha sonra rival, a person bir insan hansı ki rəqibdir. A person yəni yarışır da nəyləsə yarışda olur. Eyni obyekti üçün yarışdadır. Yəni bir dənə uzlaşma qaldı. B, A, C. Doğru cavab A variantı olacaq. Deməli, daha sonra 11-ci suala baxırıq. 11-də nə deyir? Correct option uzlaşmadır. Information gördünüz. Deməli, V olmaz, R olmaz. 1, 4, 5.
C variantı. Daha sonra possessive case istəyir bizdən. Mens olmaz. Daha sonra bir dəqiqə. Deməli, burada bizdən yanlış cümlə istəyir. Bu sualda səhvlik var da, yenidən bərpa elədim. Ona görə diqqət eləyirdim ki, bu görüm yanlış versiyadır yoxsa bərpa olunmuş versiyası. Deməli, bizdən yanlış fikir istəyir. Bura diqqət eləyək. Yanlış fikir istəyirsə, normalda Y-dən başlayacaqdım ki, doğru cavabı birinci verməyim. Yəni kökündən dəyişənlərə apostrof artırılır, daha sonra s. S apostrof yəni olmur. Yəni bu versiya yanlışdır. Yanlışı da istəyir doğru cavabımız A variantı. Gəlin digər variantlara baxaq. My aunt doğrudur. The books cover doğrudur. My friends sister doğrudur. Today's today'dir, yesterday'dir. Bunlardan sonra apostrof istəyir. Bu isə doğrudur. Deməli, gəlin növbəti suala baxaq. Modal verb nə deyir? She has a broken leg sındırmışdı. So he can't walk bir dəqiqə. He can't walk without help. O deyir köməksiz yeriyə bilmirdi. Should'dan sonra to gəlməz. Is able. Ümumiyyətlə mənaya görə bu uyğun gəlmir, bu da uyğun gəlmir. Quruluşa görə də bu yanlışdır. Able'ın to'su olmalı idi. Daha sonra hasn't to deyə bir şey yoxdur. Deməli, məncə hər şeyi izah elədim. Must isə o deyir köməksiz yeriməməlidir. O yeriyə bilmir. Yeriməlidir. Must təsdiqlə deyə bu çıxdı. Doğru cavabımız yəni bir sözlə C variantıdır. Daha sonra növbəti sualla davam edirik. 14-cü sualda passive voice. Deməli, passive voice-da nə tələb olunur? Has'dən sonra been olmalıdır. Bu bitmiş zamandır. Will be opened. By gəlib doğrudur. Nəsə heç bunları yumurlaya bilmirəm düzəməllə. Were playing bu keçmiş davam eticidir. Bu necə düzələrdi? Davam edici zamanın. To be-dən sonra being gələrdi. Da yazmıram qaralanmasın deyə. Being gələrdi. Being. Daha sonra verb 3 gələrdi. Bu zaman məhsul alardı. Yenə davam eticidir. Bunun quruluşunu dedim. Have already invited. Bu da ki, bitmiş zamandır. Aktiv formadır. Bizdən passive formanı istəyir. Daha sonra 15-ci suala baxırıq. Nə deyir? An ambitious person, ambisiyalı insan kimdir? Ambisiyalı insan has a strong desire to be successful or powerful. Güclü olmağa, uğurlu olmağa, belə deyim, çoxlu arzuya malik olan insan ambisiyalı yəni. Daha sonra 16-cı sualla davam edək. Deyir ki, the movie was very long. Film uzun idi. We enjoyed every minute of it. Biz deyir, hər dəqiqəsindən zövq aldıq. Deməli, baxmayaraq ki, çox uzun olub, normalda uzun olanda sıxıcı olur axı. Amma bunlar zövq alıblar. Yəni ki, ziddiyyət var. Deməli, deməliyik ki, tərcümədə baxmayaraq ki, çox uzun idi, biz hər dəqiqəsindən zövq aldıq. Baxmayaraq ki, nədir? Although. Because olmur çünki despite əvəzinə so beləliklə but amma. Amma uzun idi, biz zövq aldıq hər belə deyim dəqiqəsindən. Görürsüz, mənası düz gəlmir. Although isə doğru versiyadır. Daha sonra sinonim permit allow. Sinonimdir. Increase, decrease, antonim, appear, vanish. Əmələ gəlmək, yox olmaq, artmaq, azalmaq, xatırlamaq, unutmaq, qazanmaq, uduzmaq. Doğru cavabı gördük. Daha sonra preposition sualı. Görürük D-nin qarşısında olacaq on. Qaldıq B ilə D-nin arasında. Bunları çox qaraladım. B ilə D-nin arasında qalmışıq. Nəyi seçəcəyik? Oktoberın qarşısında in işlənər, avtomatik D variantı getsə, doğru cavabımız V variantı olacaq. In October, in a small village, balaca bir kənddə, in the north of the country. Doğru cavab B variantı. Daha sonra son 3 sualımız. Deməli, nə deyir? Burada tərcümə gərəkdir. Deyir, bu iki donun hansını do you think looks better on me? Hansını deyir, düşünürsən ki, mənim üzərimdə daha yaxşı görsənir? Donlardan kimini olmaz, nəyini olmaz, kimini, bu whose kimin deməkdir. Kimi, whose kimindir, kimin sonunda n var. Whom isə kimidir, sonunda i'dir. Amma donlardan hansını deyirik, which one? Yəni which of these two dresses? Hansı, bunu deyir mənim üzərimə yaraşdırırsan. Daha sonra 20 və 21-ə baxaq. Deməli, interesting documentary, interesting olmaz. Interesting site ilə başlayır, ona görə ən işlənər. Amazon River isə the article ilə işlənər, çayların qarşısında. Doğru cavabımız
C variantı olacaq. Daha sonra sonuncu suala baxaq. Antonimisi ancient modern, qədim, müasir. Doğru cavab A variantıdır. Digər deməli variantlara da baxaq. Brave, courageous, cəsarətli, huge, enormous, nəhəng, rapid, quick, sürətli, simple, easy, asan. Digər variantlar sinonimdir. Deməli, bu qədər əziz izləyicilər. Uğurlar hər birinizə. Mən də bunu bağlayım. Sağ olun, salamat qalın.